Salam əziz müəllimlər, abituriyentlər və riyaziyyat sevərlər. Bu gün mən sizə fiqurların sayılması, yəni daha dəqiq desək, üçbucaqların və kvadratların sayılmasına aid nümunə suallar izah edəcəm. Bunu izah etməkdə məqsəd artıq sertifikasiya imtahanına çox az vaxt qalıb, 2 gün qalıb və elə yəqin ki bir 10-15 gün uzağı 10-15 gün ərzində də MİQ imtahanı da inşallah keçiriləcək. Yəqin 1-2 günə vaxtı bəlli olacaq. İmtahan qabağı bu suallara baxmanız tövsiyə olunandır. Mütləq 7 sualdır, 7-sinə də baxın. Çünki hər il imtahanlarda bu tip suallardan həm sertifikasiyada, həm də MİQ-də istifadə olunur. Yaxşı, ilk suala gəlin baxaq. Birinci sualımız sadədir. Bunu mən sizə 2 üsulla izah edəcəm. 2 üsulla göstərməyə çalışacağım. Bax, başlayaq izaha. Baxın, şaquli xətlərə baxın. 1, 2, 3, 4, 5, 6, 7. Demək, bir də sayıram. 1, 2, 3, 4, 5, 6, 7 dənə xət var burada. Buradakı üçbucaqların sayını tapmaq istəyirəmsə, yazılan kombinezon 7 limitdən 2 vurulsun üfüqi xətlərin sayı. Üfüqi xətlər hansılardır? 1, 2. Vurulsun 2. Bu da bərabər olacaq. 2 vurulsun 7 vur 6 bölü 2. Neçə olacaq? 42. Yaxud da başqa bir üsul deyim sizə. Yaxud da başqa bir üsul deyim. Başqa üsul nədir? Nömrələyirəm buranı. 1, 2, 3, 4, 5, 6. Aşağını da eyni şəkildə 1, 2, 3, 4, 5, 6. Bunları toplayanda nə verir bizə? Bax, bu rəqəmləri toplasaq. Eyni şəkildə 3, 6, 10, 15, o da 6, 21. Burada 21 cəm neçə olacaq? 42 dənə. Ya nömrələyərək nömrələrin cəmini tapmaq, yaxud da indi bu yuxarıdakı daha çox məntiqi üsuldur, amma birinci yazdığımız əlbəttə ki bunun riyazi yoludur. Birinci sualda oldu 42 üçbucaq. Bu tipdə bir dənə də suala baxaq. Demək, biraz əvvəl dediyimiz şəkildə şaquli xətlər 1, 2, 3, 4, 5 yazacağıq kombinezon 5 elementdən 2, üfüqi xətlər 1, 2, 3, 4. Vurulsun 4. Bərabərdir. 4 vurulsun 5 vur 4 bölü 2. Neçə edir bu da? 40 dənə. Bu da belə. Yəqin ki bu üsul artıq aydındır. Yaxud da nömrələmə ilə də eyni şəkildə 1, 2, 3, 4 yazıb bunların cəminə baxardım. Bunların cəmi bizə nə verir? 10 verir. Onu vuraram bu xətlərin sayına. 1, 2, 3, 4 şaquli xətlərin sayına. 4 vurum bərabər 40. Yenə eyni cavabı almış olacaq. Keçirik fərqli tip üçbucaqların sayılmasına. Biraz daha fərqli sualdır bu sual. Diqqətlə baxaq. Baxın, bunu nə edə bilərik? Yenə şaquli xətləri sayıram. 1, 2, 3, 4, 5, 6. Eyni şəkildə kombinezon 6 elementdən 2 yazdıq. Daha sonra bax bu digər, yəni bu göy xətlər 1, 2, 3, bir də aşağıdakını da saymaq şərti ilə 4. Vuracaq 4-ə. Demək, bu şaquli üçbucaqların sayını verəcək bizə, şaquli üçbucaqlar. Bir də burada üfüqi, yəni təpə nöqtəsi bura olan üçbucaqlar. Bax, birinci təpə nöqtə bura olan üçbucağa baxırıq. İkinci buna baxacaq. Təpə nöqtə burası olan üçbucağa baxaq, gəlin. Bu zaman nəyi sayaq? Bu zaman üfüqi xətləri sayaq. Üstə gəl yazaq. Yəni üfüqi xət dediyim, bu qırmızı ilə işarələyəcəyim xətlər deyirəm. 1, 2, 3, 4, 5. 5 dənə xət var. Yazıram kombinezon 5 elementdən 2 vurulsun. Ədədi əvvəl yazaq. Hansı xətlərə sayına vuracaq? Hansı xətlərdə o xətlər? Bax, indi göstərim. Demək, o kombinezon 5 elementdən 2-ni vuracaq. Bax, buradakı xətlərin sayına bax. 1, 2, bu birinci xətti saymamaq şərtindən əlbəttə ki. 1, 2, 3, 4 və 5. 5 dənə xət bax burada. Bu şaquli xətlərin sayına vururuq. Burada oldu 5. Hər zaman bax birinci xətti saymırıq da. Necə ki, bax yuxarıdan başlayanda, yuxarıdan 6 elementdən 2-ni 4-ə vurduq. Niyə 4-ə vurduq? Bax, buradan gələn 1 xət, 2 xət, 3 və 4-ə vurduq. 4 dənə, bax, təpə nöqtə buradan çıxan 4 dənə bu xətlərin sayına vurduq. Eyni şəkildə digər üçbucaqların da sayına baxanda bu birinci, bax, bu xətti saymırıq. Aydındır, bu xətti saymırıq.
Təkrar onu deyirəm ki, o hissəyə diqqət edək. Digər xətt 4 dənədir. 4 dənə deyil, 5 dənədir. Daha doğrusu bax 1, 2, 3, 4, 5. 5 dənədir, bəli. 5-ə vururuq. Bitmədi. Niyə bitmədi? İndi deyəcəm. Çıxılsın. Nələr çıxacaq? Çünki burada üst-üstə düşən, bax bunların içində üst-üstə düşən, yəni bu hesabın içində üst-üstə düşən demək üçbucaqlar var. Hansı üçbucaqlardır o üçbucaqlar? Məsələn, bax göstərirəm. Birinci baxdığımızda oturacaq buraydı, düzdür? Oturacaq buranı qəbul etmişdik. Yan tərəflər, məsələn, nümunə kimi göstərim. Yan tərəf bu. Hə? Şaguli baxdıqda. Sonra, məsələn, oturacaq, tutaq ki, deyək də, oturacaq yenə, bax, buranı götürsəm, qırmızı ilə göstərim. Oturacaq buranı götürsəm, yan tərəflər bura. İndi bunu tək-tək saymayacağım. Sadəcə ümumi yolunu deyəcəm. İndi digər tərəfdən nə ilə təkrar oldu, onu göstərim. Bax, elə birinci üçbucaq hansı üçbucaqla təkrar oldu, onu indi mən sizə göstərim. Digər tərəfdən, təpə nöqtə burada olanda, yan tərəflər bura, oturacaq, hara, bax, bura. Olduqda, o üçbucaqlar oldu üst-üstə düşən üçbucaqlar. Ona görə həmin o təkrar üçbucaqları, üst-üstə düşən üçbucaqların sayını tapanda necə tapırıq? Demək, bax o şaguli xətlər demişdik ya, üfüqi xətlər daha doğrusu 1, 2, 3, 4. 4 dənə buydu, 4 vurursun. Digərləri 1, 2, 3, 4, 5. 4 vurursun 5. 4 vur 5'i oradan çıxacaq. Hansı ki orada o təkrar üçbucaqların sayını verəcək bizə. Bərabərdir. Gəlin bunu hesablayaq. 4 vurursun. 6 vur 5 bölü 2. 15. Üstə gəl. Burada demək 5 vurursun. 5 vur 4 bölü 2. Neçə edir? 20 bölü 2. 10. Çıxılsın 20. Gəlin görə neçə verəcək? 60. 50. Çıx 20. 110'dan 20 çıxanda 90. Burada məqsədim bu qaydanı sizə çatdırmaq. Güman ki, aydın oldu da qaranlıq qalan bir şey qalmadı yəqin ki. Əla. Keçdik o zaman 4-cü sualımıza. Bu da tam fərqli tip sualdır. Gəlin bunların sayına baxaq. İlk şəkildə neçə üçbucağı var? Bax, bunların sayılma metodunu deyəcəm və inanıram ki, yadda qalacaq. Birinci nömrələyirəm. Nömrələmə bax 1, 2, 3, 4. Oturacaqda neçədən üçbucaq varsa ondan başlayıram. Aşağıdan yuxarı nömrələyirəm. 1, 2, 3. 1, 2. Burada da bir dənə. Daha sonra nə edirəm? Bu 1'in qarşısına 1 yazdım. 1 ilə 2'ni toplayıram. Yazıram 2'nin qarşısına. Elədi 3. 3 ilə 3 toplayıram 6. Yazıram 3'ün qarşısına. 6 ilə 4 toplayıram. Neçə? 10. Yazıram 4'ün qarşısına. 1 də deyirəm. Bax, 1'in qarşısına 1 yazdım. 1 ilə 1'i topladım. 2 yazdım 2'nin qarşısına. Bax, 1 ilə 2'ni topladım. Daha doğrusu 3 yazdım 3'ün qarşısına. 2'nin qarşısına daha doğrusu. 3 ilə 3 topladım. 6 yazdım 3'ün qarşısına. 6 ilə 4'ü topladım. Çarpaz 10 yazdım 4'ün qarşısına. Sonra nə edirəm? Həmin bu ədədləri toplayıram. 1, 3, 6, 10. Aşağıda yazıram. 1 üstə gəl, 3 üstə gəl, 6 üstə gəl, 10. Əlavə. Bir də nə üzərinə əlavə edirəm? Tək yerdə duran ədədlər nələrdirsə onları gəlirəm üzərinə. Yəni, bax, bunları toplayıram. Bir də bu ikisini toplayıram. Tək yerdə duranlar. Yəni, 1 üstə gəl, 6. Neçədən olacaq? 4, 10, 20, 27. Demək, bu şəkildə 27 dənə üçbucaq var. Bu şəkildə neçə üçbucaq var? 27 üçbucaq var. Keçirik bu tipdə bir dənə də suala baxaq. Eyni şəkil, sadəcə əlavə bir dənə sol tərəfdən şaquli qırmızı xətt görürük. Gəlin görək bu necə hesablanacaq. Gəlin buradakı üçbucaqların sayına baxaq. Bax, biraz əvvəl yazdığım qaydada baxsaq. 1, 2, 3, 4. Burada 4. Burada buna bir töv baxıram. 1, 2, 3. 1, 2. Bu da 1. Yazandan sonra 1'in qabağına 1 yazdım. 1 ilə 2'ni topladım. 3 elədi. 2'nin qarşısına yazdım. 3 ilə 3, 6. 3'ün qarşısına yazdım. 6 ilə 4 topladım. 10. 4'ün qarşısına yazdım.
Sonra da bax bunları toplayıram bir-biri ilə və tək yerdə duranlar. Tək yerdə duran 1 ilə 6-yı topladım. Buraya elədi 1 üstəgəl 3 üstəgəl 6 üstəgəl 10 üstəgəl 1 üstəgəl 6 elədi 27. Biraz əvvəl bunu hesablamışdıq. Bir də əlavə. Əlavə nə var burada? Bax bu qırmızı xəttin əmələ gətirdiyi üçbucaqlar indi onu mən sizə göstərəcəm. Kiçik üçbucaqlar 1, 2, 3, 4. Eyni ölçülü bu 4 dənə üçbucaq buradan əmələ gəldi. Əlavə olaraq hansı üçbucaqlar var burada onu göstərirəm indi. Hansı üçbucaqlar? 2 dənə kiçik üçbucağın əmələ gətirdiyi bu üçbucaq 1. Bax belə üzərindən gedirəm. Bu biri. Yəni 1 dediyimiz 5-ci üçbucaq. Bu 6-cı üçbucaq. Bax bura. Bu 6-cı üçbucaq. Sonra bu 7-ci üçbucaq. Bu 8-ci üçbucaq. Bir də bu 9-cu üçbucaq. Əlavə neçə dənə? 9 dənə üçbucaq əmələ gəldi burada. Başqa hər hansı üçbucaq varmı o xətlə, yəni o qırmızı xətlə yaranan başqa üçbucaq varmı? Yox təbii ki. Demək 27 üstə gəlinə 9 cavab olacaq 36. 36 dənə burada üçbucaq var. İndi isə keçirik artıq şəkildə neçə kvadrat var deyir. Kvadratların sayının tapılma qaydası. Bunun da özünə məxsus qaydası var. Əgər bir dənəsində başa düşsək, burada ola bilər bəzən kvadrat formalı fiqur verir və o kvadrat kiçik kvadratlara bölünmüş sayılır. Bu arada burada gördüyünüz o kiçik fiqurlar, kiçik dörtbucaqlar hər biri kvadratdır. Onu şərtdə qeyd eləməmişəm, amma burada gördüyümüz hər bir kiçik dörtbucaqlı kvadrat sayılır. Bəli. İndi ola bilər ki, tərəfləri bərabər olsun. O, yəni kvadrat olsun böyük fiqur. Ola bilər ki, kvadrat olmaya da bilər, düzbucaqlı ola bilər. Və kiçik kvadratlara bölünər. Deyək ki, şəkildə neçə kvadrat var? Bunun sayılma qaydası necədir? Demək, çöldə, yəni böyük, belə deyək də, ən böyük kvadrat 1, 2, 3, 4, 5. Üfüqi xət boyunca 5 dənə kvadrat. Şaquli xət boyunca sayıram. 1, 2, 3, 4, 5. Aşağıdan yazıram. 5 vur 5. Üstəgəl. Ölçülü bir vahid kiçildirirəm. İndi baxıram bax buradakı fiqura. İndi baxıram bax buradakı qırmızı kvadrata baxacağam. 1, 2, 3, 4. Yenə 1, 2, 3, 4. Olacaq 4 vur 4. Üstəgəl. İndi ölçünü bir vahidə kiçildirəm. Bax, baxacağım 3 dənə əllərə. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 3 vur 3. Üstəgəl. Bax, bu metod çox yaxşı metoddur. Yadda qalan metoddur. 1, 2, 1, 2. 2 vur 2. Və son olaraq gələcək bax bura. Bu ölçü 1, bu da 1. Üstəgəl 1 vur 1. Bərabər nə olacaq? 25. Üstəgəl 16, üstəgəl 9, üstəgəl 4, üstəgəl 1. Nə verəcək bizə? 25, bu da 25. 50, bu da 5, 55. Aha. Bu kvadrat formalı olandaydı. İndi gəlin, Darina müəllim, əleyhissalam. Gəlin görək, bu şəkildə olsa, yəni şəkildə neçə kvadrat var? Düzbucaqlı formasında. Qayda olaraq dəyişməyəcək. Eyni formada baxacaq. Yəni, baxın, 1, 2, 3, 4, 5, 6, 7... Üfüqi xət boyunca 7 dənə kvadrat var. Uzunluq boyunca yəni. En boyunca 1, 2, 3, 4, 5 dənə. Demək nə yazacaq? 5 vur 7. Yaxud da 7 vur 5 yazaq. 7 vur 5 fərqi yoxdur. Üstəgəl ölçünü bir vahid kiçildəcək. Həm kiçildəndə həm şaquli, həm də üfüqi xət boyunca kiçildirik. Bax, düşəcək bura. Demək, həm uzunluqdakı kvadratların sayı azalacaq. Həm də en boyunca olacaq 6 vur 4. Üstəgəl. İndi neçədən olacaq? Bir vahid azalanda 5 vur 3 olacaq əlbəttə ki. Sonra 4 vur 2 olacaq. Sonra 3 vur 1. Bitti. Demək 35, 24, 15, 8 və 3. Neçə edir? Bu 50, bu 32, 82, bu da 3, 85 dənə. Bax belə. Ümid edirəm ki, bu canlı izah, bu dərs
Bu izahlar sizə imtahanda kömək edəcək bu tip sualların həllində. Sağ olun, növbəti video izahda görüşənədək. Hələlik.